Rəvayət edilir ki, Qeys bin Sələbə tayfasından olan, gecə vaxtı gözləri zəif görən və İslamı qəbul etmək arzusunda olan bir kişi Məkkədə və yaxud onun yaxınlığında olarkən Qureyşdən olan bir müşrik onunla rastlaşdı və ondan Məkkəyə gəlişinin səbəbini soruşdu. Həmin kişi ona Allah elçisinin yanına İslamı qəbul etmək üçün gəldiyini bildirdi. Qureyşli ona dedi, ey Əbu Bəsir, o zinanı qadağan edir. Kör dedi, vallahi buna mənim heç həvəsim də yoxdur. Müşrik ona dedi, ey Əbu Bəsir, o şərab içməyi də qadağan edir. Kişi, buna gəlincə vallah nəfsim ona alüdədir. Ona görə də mən bu il öz yurduma dönəcək, il boyu doyunca şərab içəcək, sonra onun yanına qayıdıb İslamı qəbul edəcəyəm. O çıxıb getdi, lakin həmin il vəfat etdi və bir də Allah elçisinin yanına gələ bilmədi. İbn Hişam 232